Qənaətimə görə. Bu ildə ötən ilki kimi blok imtahanları həddindən artıq çətin olacaq və bu ildə ötən ilki kimi biz maksimal 700 balı şəxsən mən subyektiv fikrimi deyirəm ki, gözləmirəm. Təbii ki, bu subyektiv yanaşmamdır və bunun səhv çıxma ehtimalı da var, doğru olmaq ehtimalı da var. Sizin bu prosesləri izləyən az öncə dediyiniz bir şəxs kimi bu ilki blok imtahanlarının ümumi durumunu, mənzərəsini necə görürsünüz? Yenə bu qəliz olacaq, yoxsa artıq yumuşalma burada da özünü göstərəcək? Hal-hazırda 43 nəfər real açılan statistikada 700 bal toplayacaq namizəd var. 43 nəfər 700 bala potensial namizəd var. Və bunların içərisindən indi kimlərsə həqiqətən də blok imtahanında uğurlu olub, o maksimal göstəricini qazana da bilər və ya da qazanmaya da bilər. Amma əvvəlki illərlə müqayisələndirsək biz, bu ilin abituriyentləri, mən bütün açıqlamalarda hər zaman bu məsələyə toxunuram, daha hazırlıqlı abituriyentlərdir. Bu ilin abituriyentləri dediyim kimi, buraxılış imtahanında hazırdılar və blok imtahanında da biz onlardan daha uğurlu nəticələr gözləyirik açıq bu il üçün. Məsələn, ehtimalım nədən ibarətdir? Bu ilki ildə humanitar yönümlü ixtisaslar istiqamətində ola bilər ki, maksimal nəticə qazanan abituriyent olsun. Yəni, ya 2 ya 3. 1 və 4-cü ixtisas qruplarında da yüksək bal toplayan abituriyent biz görə biləcəyik. Amma daha real məsələn desək biz, bu il Azərbaycan bölməsində maksimal nəticə göstərən abituriyent ola bilər, bəli. Amma Rus bölməsində bunu deyə bilmərik, çünki yox idi yüksək bal toplayan ən azı birinci mərhələdə. Qaldı ki, blok imtahanının çətinliyi məsələsi. Blok imtahanında çətinlik əlbəttə ki, gözlənilir, yəni nə mənada gözlənilir. Proqramda tədris prosesi hələ davam edir. May ayının 25-i 2 və 3-cü qrupun imtahanları keçiriləcək. 1 iyun tarixində 1 və 4-cü qrupun imtahanları. Biz həmin dövrə qədər deyək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yalnız tədris olunan suallar, daha doğrusu mövzuları əhatə edən sualları görəcəyik orada. Çünki Dövlət İmtahan Mərkəzi imtahan ən azı bir həftə qalmışa qədər nə mövzular keçirilirsə, sırf onlar orada öz əksini tapır, yəni imtahan gedişatında. Və düşünürəm ki, abituriyentlər artıq həmin dövrə qədər proqramı bitirmiş hesab olunur. Yəni, söhbət hazırlıqda olan abituriyentlərdən gedir. Yəni, onlar üçün artıq proqram bitir və onlar təkrar dövründədirlər və daha asan cavablandırmaq imkanlarına malikdirlər. Amma çətinliyi daha çox kimlər hiss edəcək? Onlar orta məktəb proqramından gedirlər. Onlar orta məktəb proqramından getdikləri üçün təkrara vaxt qalmır və onlar çətinliyi daha çox üzərlərində hiss edəcəklər. Amma ümumilikdə mənə görə ötən ilin abituriyentlərlə müqayisələndirsək, bu ilin abituriyentləri üçün blok imtahanları elə də ciddi mənada çətinlik törətməyəcək.